ulduzlarla dolu olması. Bu səmanı araşdıranda Qurandan görürük ki, bu ulduzlar, səmada olan ulduzlar və bizim gözümüzə ulduz kimi görüşən cisimlər insanları cin və onun tayfasının məkirli hilələrindən insanları neynir? Qoruyur. Başqa ayələrdə də var da, mələkələr aləminə müdaxilə eləmək istəyib, qulaq asmaq istəyən ki, qabaqcadan nə olacaq, sonra gəlsin, özü kimi bir şeytana yerdə desin, mələkələr onu şəhabla neynir, ulduzla deyək, vurur. İndi elmi baxımdan yanaşanda bu bir xurafatdır, filan vermirlər, yəni səmavi cisimlər ona at, buna at, top kimi. Bu, Quran əqidə mövzusudur, yəni bu iman əhli içindir, yəni bu imansız üçün bu mənasız bir şeydir ki, səmada olan ulduza and içir. Nə əhəmiyyəti? Biz üçün əhəmiyyəti var. Yəni, insanları müəyyən cin tayfasından qorumaq üçün həmən bu ulduzlar Quran ayələrinə əsasən nədir? İstifadə olunur. Və qiyamət günündə də and bəllidir ki, zərrə qədər xeyir və zərrə qədər şər hesab kitabı olacaq. Çox mühümdür. O səbəbdən Allah and içir. Şahid və məşhudda qeyd elədiyim kimi 30-a yaxın rəy var. Biz bu surənin içindən 3-ünü götürəcəyik. Qutilə əshab-ül uxdud. Qutilə qətl kəlməsindəndir. Qətl öldürmək deməkdir ərəb dilində. Həmçinin də lənət mənasında da gəlir. Bax, bu məhz bu yerdə Əl-Buruc surəsinin 4-cü ayəsində qətlin mənası lənət mənasındadır. Əshab-ül uxduda lənət olsun. Əgər lənət mənasında götürsək, uxdud xəndək deməkdir, xəndək. Yerdə dərin qazılmış bir yer, çala, xəndək halında, biraz belə deyək də, üfüqü uzanmalıdır. Əgər lənət mənasında götürsək, o kafir dəstə ki, möminləri yandırdılar, öldürdülər, onlar nəzərdə tutulacaq. Və ayənin ardı da var da, onlar həmən o xəndəyin ətrafında oturublar, möminlərə verilən əzab vəziyyətə neynirlər? Müşahidə aparırlar, baxıb ləzzət alırlar. Deməli, şahid kimlərdir? Həmən bu kafirlər və məşhud, müşahidə üstlərində aparılan kimlərdir? O möminlər ki, yandırılır, əzab vəziyyətə məhkum qalırlar. Əgər qutiləni lənət olsun mənasında götürsək və əksəriyyət də belə götürür və əksər tərcüməçilər, təfsir alimləri bir qutilə, yəni lu'inə, lənət olsun xəndək sahiblərinə, yəni xəndəyi qazıb və orada insanları qətlinə fərman verən və iştirak edənlər. Bunlara Allah neynəsin? Lənət edəcək. Yox, əgər qətli hələ qətl, öldürmək mənasında götürsək, zalimə işarə olunmayacaq. Kimə işarə olacaq? Məzluma. Öldürüldü xəndək sahibləri. Xəndəkdə kimlər öldürüldü? Məzlumlar, möminlər. Aydın? Deməli, qutiləni lənət mənasında götürsək, gedəcək zalimə, öldürüldü mənasında götürsək, məcbul halda gedəcək məzluma. Deməli, əgər öldürülmə mənasında götürsək, şahid kim olacaq? Öldürülənlər. Həmən o öldürülənlər, öldürənlərə qiyamət günü neynəyəcəklər? Şahidlik eləyəcəklər. İndi mənanı götürməklə də hansında götürsün, biri şahid olur, biri məşhud olur. İndi həmən o xəndəyə tökülən od alovun həcmini Allah izah edir. Həmən o xəndəkdə olan odun və alovun həcmi. Ənnar
ərəb dilində od deməkdir, ateş. Bu kifayət eləyir ki, odda, ateşdə nə olsun? Nə olsun? Yanacaq olsun da. Yanacaq kömür ola bilər, yanacaq odun ola bilər, yanacaq neft ola bilər və s. Yanmaq qabiliyyəti olan hər bir şeyə ərəb dilində vəqud deyilir. Yanacaq. Od bu anlayışdadır. Yəni od varsa deməli orada nə var? Nə var? Yanacaq var da, yanacaq olmasa bu necə yanacaq? Bu kifayətdir. Amma Allah Teala biraz da izah verir. Ne için izah verir? O odun şiddəti üçün. O odun nə qədər böyük və əzəmətli olmağı haqqında. Buyurur, Ən-nari zatil vəqud. Vəqud yanacaq deməkdir. Zat, sahib, lı, li, nu şəkilsiz kimi istifadə oluna bilir. Yanacaqlı nə? Od. Nar oddur. Vəqud yanacaqdır. Yanacaq, ateş nə ilə? Yanacaq. Bu ikisini bir yerə yığanda ərəb dilində əzəmətli, şiddətli bir tonqal, bir ateş nəzərdən tutulur. Yəni xəndəyin içində onları daşla, onları məsələn başqa bir şeylə əzab verilmirdi. Onları yandırırdılar. Elə belə ötəri yandırmaq da yox. Çox, yanacağı çox olan bir ateşdə o yazıq insanları, məzlum insanları zalimlər yandırır. İndi ola bilsin əsnada yadımdan çıxsın. Bax, həmən bu məsələ ki, İslamdan qabaq olub, Fir'on və Səmud qovmu ki, İslamdan qabaq olub, Allah Teala bunları burada Məkkə müşriklərinə, Məkkə əhlinə danışmaqda məqsədi nədir? Aqibətləri necə olur? Onlara oxşamır. Yəni siz eyni onların yolu ilə gedirsiniz. Möminlərə nə edirdilər? Zülmə. Məsələn, İslamın ilk şəhidləri Əmmarın atası ilə anasıdır və başqa şəhidlər də var. Onlara eyni həmən bu İslamdan qabaq olan hadisələr kimi eynisini nə edirdilər? İşgəncə verirdilər. İti alətlə, küt alətlə, heyvanlar vasitəsilə, məsələn, balı pətəyi ilə arıb bütün o, belə deyək, o sistemi gətirirdilər, içi dolu arı, bağlayırdılar müminin kürəyinə, bir gəl dövsün. Arıb da yuvasına hücum eləyən hər bir varlığa baxmır ki, onun əlində silahı var, bu böyükdir, ay qorxaq qaçar. Həşəratlarda qorxub qaçmaq nədir? Demək olar ki, yoxdur. Amma başqa heyvanlar yırtıcı da olsa, hiss eləsə ki, tərəf ondan biraz güclüdür, qaçır. Amma arı insan kimi güclü, ayı kimi güclü, daha hansı heyvan yoxdur ki, onun yuvasına soxulsa, ona hücum çəkir, belə deyək də, bir santı olmayan silahı ilə zərbə vurmağa çalışır. Hər halda deməli Allah Teala bu hadisələri Məkkə müşriklərinə danışmaqda məqsədi odur ki, ey Məkkə müşrikləri, ey Məkkə əhli və cəmaəti, bunlara özünüzü oxşatın. Bunların aqibəti nə oldu? Pis oldu. Baxmayaraq güc sahibi idilər, nüfus sahibi idilər, qoşunu vardı, topu vardı, tüfəngi vardı, amma nə oldu? Məhv oldu, getdi tarixin zibil xanasına. Onlara bənzər. Deməli, bir xəndəkdir, içərisi odla doludur, möminləri atıblar ora və atmağa da davam edirlər. İzhum aleyha qu'ud. Qu'ud, qəədə kəlməsindən də oturmaq. Onlar o xəndəyin ətrafında nə edirlər? Özləri üçün, belə deyək də, rahat yerlər düzəldib oturublar. O yanan insanların fəryadına və əzab səslərinə tamaşa edir.